İllər keçir, Leyli də qocalır, Məcnun da. Və məlumdur hamımıza ki, adı Qeys olur bunun, Məcnun divaniyə deyənlər. Bu divana olandan sonra Məcnun olur adı. İllər keçir, gəlib Məcnuna deyirlər ki, Leyli can istədi. Axır nəfəsləridir, səndən halallıq istəyir. Məcnun deyir ki, yox, mən ona halallıq vermədim. Bütün hamı təəssüblənir ki, bu adam buna görə Məcnun olub, indi buna halallıq vermir. Çox peşman qayıdıb gedirlər, bir nəfər qalır Məcnunun yanında. Təəccüblə soruşur ondan ki, ay Məcnun, sən Leyliyə görə Məcnun olmuşsan, niyə halallıq vermirsən ona? Deyir, eşitmişəm qiyamətdə kim kimə halallıq vermir, Allah onları üzləşdirəcək. Qoy orada da görüm onu.